Fəstəmiyullah, mənim bəndələrim, siz gərək sakit olasınız və ənsitullah Allahum turhamun. Bəlkə mən Allah Qurana siz hörmətlə qulaq astığınız üçün sizə rəhm edəm. İndi də gözəl bir ayı yaşayırıq. Ayların ən üstün ayı bildiyiniz kimi. Günləri, saatları, gecələri, o bütün ilin aylarının günlərindən, gecələrindən, saatlarından, dəqiqələrindən üstün olan bir ayı yaşayır sizə qurban. İnşallah yaxın günlərdə Allah nəsib edər, o bayramı da yaşayarıq inşallah. Bu Ramazan xalqımıza, siz əzizlərə axırıncı olmasın, yəni yüzlərlə belə Ramazanlara yetişəsiniz. Məğfirət ayıdır, rəhmət ayıdır, ilahi nurla dolu bir aydır. Allah-u Teala özü Quranda bir neçə yerdə Ramazan orucu, Qədir gecəsi haqqında danışıb. Bəqərə surasında Allah Teala Şəhr-ü Ramazan deyir, yəni Kur'an nazil olub Ramazan ayında. Qədir surasında bildiyiniz kimi orada da Allah Teala Bismillahirrahmanirrahim ilə başlayır. Buyurur ki, İnna anzalnahu fi leylatul qadr, Rahman və Rahim olan Allahın adı ilə biz Qədir gecəsində Kur'an'ı nazil etdik. Leylatul qadr hayrun min alfi şəhr. Ondan öncə deyir Və madraka ma leylatul qadr. Ey Peyğəmbər, sən nə bilirsən Qədir gecəsi nədir? Leylatul qadr hayrun min alfi şəhr. O 1000 aydan üstün bir gecədir. Yəni insan o gecəni, dünən də bir gecə keçdi, yəqin ki, belə deyim də, qulaq asanlar televizyonda gördü, müsəlman ölkələrində o gün keçirildi. O Qədir gecəsində insan bir gecə oyaq qalıb, öz Allahı ilə razı niyaz edir, dualar edir, istiğfar edir. Allah orada deyir ki, hayrun min alfi şəhr. 1000 ay ona ibadət yazılacaq. 1000 ay təqribən hesablayıblar, bir 84 ilə yaxın edir. Bunun da bir hədis bizə gəlib çatıb ki, İslam Peyğəmbəri Məhəmməd Əleyhisselam bir gün sahabalara dedi, Bəni İsrail tayfası uzun ömürlü olub. Onlar 80 il ibadət ediblər. 80 il. Allaha bəndəçilik ediblər. Böyük savab əldə ediblər. Sahabalar arz etdi, ya Rasulallah. Onda onların uzun ömrü var idi. Allah da vermişdi. Onların da ömründə var idi deyə 80 il ibadət edirdilər. Və sənin ümmətin, yəni Peyğəmbərə deyir, bizi deyir, bizə Allah az ömür verib, bizə də çox ömür versəydi, biz o savabı əldə edəcəkdik. Ondan sonra Allah Teala sizə qurban, bu surəni Peyğəmbərə göndərir. Başqa heç bir Peyğəmbərə 1000 aydan üstün ibadət bir gecəni deməyib. Sonra o aya nazil oldu. İnna anzalnahu fi leylatul qadr və ma adraka ma leylatul qadr. Leylatul qadr hayrun min alfi şəhr. Biz Qur'an-ı Kərimi nazil etdik Qədir gecəsində. Sən nə bilirsən o gecə nədir? O 1000 aydan üstündür. Dalınca da buyurur, Tanazzalul malaikat və ruh. O gecə bütün mələklər ener yerə. Həmçinin ruh və böyük mələklərin hamısı. Fiha biiznihi Rabbihim, Allahın izni ilə, salamun hiyə hətta matlayil fəcr. O gecə səhərəcən əminlikdir, sülhdür. O gecə mələklər evlərə gələr, insanların, əməllərin etdiklərini qeyd edərlər. 44-cü surə Duxan surəsidir. Dəyərli məclis əhli, Allah Teala orada da Bismillahirrahmanirrahim deyir və vel kitabül mubin, and olsun hikmətlə dolu, şübhə şəkki olmayan Qurana.
İnna anzalnahu fi leylatin mübarakatin. Görürsən, and içdi orada. Adam dünyada nəyə and içir? İnandırmağa. Elədir, Məkkə haqqı, Quran haqqı, atam haqqı, belə dualar var da. Bunu niyə eləyirlər? Bunu eləyirlər ki, qarşı tərəf inansın. İndi Allah da and içir. Təqribən o 69 yerdə Quranda Allah and içibdir. İndi biri də buradadır. Vəl kitabil mubin. And olsun bu hikmətlə dolu olan bərəkətli kitaba. Şübhə şəkki yoxdur. İnna anzalnahu fi leylatin mübarakatin. Biz mübarək bir gecədə bunu nazil etdik. Haqqla batili ayıran kitabdır. Siz onu öyrənəsiniz və həm də sizi bu kitabla qorxutduk. Dalınca gör nə deyir? Fiha yufraqu kullu amrin hakimin. Bu gecə müqəddarat həll olunur. Bu Duxan surəsinin 4-cü ayəsindədir. Sən demə, mələklər yerə nazil olurmuş. Bu Qədir gecəsi, yəni bu Ramazandan gələn Ramazanacan insanların ömürləri təyin olurmuş. İnsanların ruziləri təyin olurmuş. Ona görə Peyğəmbər əleyhissalam və imamlarımız və sahabalar təkid edirdilər ki, insanlar bu gecələri yatmayarlar ki, mələklər evlərə gələndə hər kəsin əməlinin müqabilində ona o kitabı yazır. Allah eləməsin, biri günah üstədirsə, onu yazacaq. Biri yox, Rəbbin dərgahına qalxıb, istiğfar edirsə, onu yazacaq. Nə yaxşıdır ki, göyə qalxsın, istiğfar edəsən, zikr edəsən, onu yazsın. Ona görə o gecələrə sizə qurban, əhmiyyət veriblər. Bəs hansı gecələrdir? Sevgili Peyğəmbərimiz buyurur ki, Ramazan ayının axırıncı 10 günün tək günləri. İndi bir iddia əzizlərimiz 19-cu, 21, 23-ü keçirdirlər. Bir iddia əzizlərimiz 25, 27 keçirdirlər. Hələ 29 da var. Daha yaxşısını o gecələrin Allah özü bilir. Bəs insan o gecələri hardan bilməlidir? Onun sualının cavabı budur. O günləri ki, oyaq qalırsan, namaz qılıb, oruç tutursan, hansında fərq gördüyün, itaatında bir şirinlik, bir Allah'a sevgi, qəlbin bir sınıqlığı, o hal, həmin gecə deyirlər, o bir gündən fərqlənsə və o gecə idi. Bizim 5-ci imamımıza sual verirlər. Siz Qədir gecəsini bilirsiniz hansıdır? Dedi, bilirik. Dedi, hardan bilirsiniz? Dedi, Allah demir, tənazzalul məlaikat və ruh. Göydən nazil olur yerə mələklər. Biz həmin gecə ibadət olan vaxtı, ibadət edən vaxtı, mələklərin evlərimizə girib çıxdığını görürük. Peyğəmbər əleyhissalam deyib, adam övladının günahı olmasaydı, o ki şeytan daxil olub bədənə, qanında dövr edir, göydən yerə düşən mələkləri görərdi. Yəni bizdə o qudret var camaat. Mələkləri görə bilək. İndi görə bilmirik. Mən də neçə ildir, məsəl üçün çalışıram, bacardığımdan, görə bilmirik. Demək, hələ biz Allah bəyanan şəkildə mömin deyil. Yəni, insanda o qudret var. Əgər öz Allahına boyun əyib, bir ömür gözünü qorursa, dilini qorursa, haramlardan çəkinsə, qədəxla məzəqqa, nəfsini tapdaq altına salsa, Allah ona görmədiklərini göstərər. Necə ki, bizim övliyalarımız var da, indi cəmaatımızın inanc yerlərimiz var. Məsəl üçün, mən Şamaxıya gedib, Çıxıyıb babanı ziyarət eləmişəm, indi bir saat yolun üstündədir. Və başqa bizim çox ocaqlarımız var, indi bilmiyorsun. İndi o tarixi maraqlanında görürsünüz, onlarda o hikmətlər olur. Boşa onları ziyarət etmirlər ki. Deməli, bu kəramatlar onlarda olur. Dua eləyib, məsəl üçün bir xəstə sağalıb,
ondan kim nə istəyib, nəfəsini sadə dillə deyirəm, çəkib, o onun xeyrini görüb. Bax, o xeyrini görüb, demək bu Allaha yaxın bəndədir ki, onun nəfəsinin təsiri, əlin bərəkəti təsir edir. Siz Yusuf surəsinə baxsınız Quranda, sizə qurban. 12-ci surədir. 96-cı ayədə Allah nə deyir? Deyir ki, Yusuf'un qardaşları o tapılandan sonra dedilər, atanı gətir, dedi, atanın gözü kördür. Səndən ötürü o qədər ağlayıb, ağa qarışıb, göz görmür. Dedi, onda köynəyimi verirəm, onun gözünə sürsün, göz açılar. Fərtad basira, gəldilər o köynəyi, Yusuf'un köynəyini, atasının gözünə sürtən kimi göz açıldı. Çox maraqlıdır. Bu Allah deyil ki, köynək sürtən kimi gözü açıldı. Deməli, onun köynəyi geyinən kişinin tərinin də Allah yanında dəyəri var, köynəyin özünün də dəyəri var. Elədir sizə qurban. Siz həcə gedin, gəlin ki, burada gedənlər də var, hamıza qismət olsun. Biz Kəbənin həyatında İbrahim Peyğəmbərin ayaq izi var, onun yanında 2 rükət namaz qılırıq. Və insanlar ora televiziyadan canlı gedir, onu ziyarət edirlər, əl sürtən kim, öpən kim. Başı niyə öpürsən? Bizim Quranda Allah Bəqərə surəsində deyir ki, İbrahim əleyhissalamın ayaq izi var. Onun yaxınlığında namaz qılın. Allah əmr edir, aya var Quranda. 124, 125, 126, Əl-Bəqərə 2-ci surə. Deməli, o daşın üstündə çıxan kişi həlim xasiyyətli, səxavətli, Allaha bəndə etçilikdə üstün bir məqamda olur ki, Allah onun ayağının bu izini də müqəddəs bilir. Ümidvaram, fikrimi çatdıra bildim. Ona görə də insanlar o cür yaşaya bilsə, görmədiklərini görə bilərlər. Allah'ın verən öz böyüklüyünə bilərək günahlarımız varsa, Xudavan da Allah var. Niyə yoxdur? Allah hamılarımızı